Salam, hörmətli tamaşaçılar. Din və Cəmiyyət verilişi efirdədir. 21-ci əsrdə bütün dünyada din amili böyük əhəmiyyət kəsb etməkdədir. Xüsusilə son illərdə yaxın şərq dünyasında baş verən bəzi hadisələr İslam amilinin daha çox aktuallıq kəsb etdiyini açıb göstərdi. Elə biz də bugünkü verilişimizdə müasir İslam dünyasının vəziyyətini araşdıran və bütün dünyada kifayət qədər İslam mütəxəssisi kimi tanınmış bir şəxsi, bir mütəxəssisi verilişimizə dəvət etmişik. Onu sizə təqdim etmək istərdim. Bugünkü qonağımız Amerika Birləşmiş Ştatları Georgetown Universitetinin müsəlman kapellanı və Sərhədsiz Ruhanilər Təşkilatının prezidenti cənab İmam Yəhya Hendir. Verilişimizə xoş gəlmişsiniz, sizi salamlayıram. Assalamu aleykum. Katolik yönümlü bir universitetdə müsəlman kapellanı vəzifəsi niyə təsis edilib və onun əsas vəzifəsi, əsas imkanları nədən ibarətdir və sizin bu universitet daxilində, onun çərçivəsində fəaliyyətiniz əsasən hansı istiqamətlər üzrə gedir? Amerika dini dözümü ilə seçilən bir dövlətdir və Georgetown Universiteti bu mənada heç də istisna deyil. Dinlər arası diyaloqu Georgetown Universiteti kimi katolik müəssisəsini maraqlandıran məsələlərdən biri olduğuna görə bizdə bu vəzifə təsis olmuşdur və tələbələrin arasında müxtəlif dini etiqadların nümayəndələri olduğu kimi belə bir vəzifə təsis olunmuşdur və hazırda fəaliyyət göstərməkdədir. Mən istər müsəlman tələbələrin, istər də digər dini etiqadlara məxsus olan tələbələr üçün dini məsləhətlər xidməti göstərməkdəyəm. Mən tələbələrimizi istər dini, istər mənəvi baxımından dəstəkləməyə çalışıram, istər müsəlman tələbələri üçün, istərsə digər etiqadlara məxsus olan tələbələr üçün İslam sahəsində dini dərslərin keçirilməsi də mənim vəzifələrim biridir. Mən bütün Georgetown Universitetin müsəlman kapellanı olduğuma görə tələbələrim arasında müxtəlif etiqadlara məxsus müsəlmanlar da vardır. Həm sünni müsəlmanlar, həm şiə müsəlmanları və onların hamısı ilə işin aparılması mənim üzərimə qoyulan vəzifələrdən. Mənim fəlsəfəm belədir ki, adam İslam dininə məxsusdursa, o müsəlmandır. Dini etiqadlarını, ənənələri bir-birindən hətta fərqlənsə də belə, mənim üçün bunlar eyni bir auditoriyadır ki, mən onların hamısının yardımlarına çalışıram. Eyni zamanda vəzifələrindən biri həm Georgetown Universitetin prezidentinə, həm də ki, professor heyətinə də İslam məsələlərinə dair müxtəlif məsləhətləri verməkdən ibarətdir. Sizə belə bir sual ünvanlamaq istərdim, cənab Hendi. Belə bir fikir var ki, siyasətçilərdən birinə aid edilər bu fikri, 21-ci əsr mütləq din əsri olacaq. Əgər din əsri olmayacaqsa, onda ümumiyyətlə bu əsr olmayacaq. Yəni, bu fikir 21-ci əsrdə din amilinin xüsusilə mühüm olacağını bildirir. Sizin bu məsələyə münasibətinizi öyrənmək istərdim. Siz müasir dünyada 21-ci əsrdə din amilinin, ümumilikdə din amilinin rolunu necə görürsünüz, necə qiymətləndirirsiniz? Hesab edirəm ki, din həmişə mövcud olan və çox vacib amillərdən biridir. Bu, tarix boyu belə olmuşdur və tarix boyu din insan həyatının ayrılmaz bir hissəsi olmuşdur və ayrılmaz hissəsi olaraq da qalır. Eyni zamanda tarixən din müxtəlif problemlərin çıxış yolunu ya sülh yolu ilə göstərirdi, ya da bəzən hansı zoraki üsullara da əl atırdı. Sadəcə bu insanların həmin dinin qavranması, həmin dinin tətbiq etməsindən və dinə yanaşmasından irəli gələn məsələlərdir. Və məhz buna görə ruhanilərin üzərinə düşən əsas vəzifə və çox çətin bir vəzifə yaranmış vəziyyətdən sülh yolu ilə həlli yolların araşdırılması və dinin sülh məramlı təzahürlərinə əsaslanaraq
yaranmış problemlərdən və çətinliklərdən çıxış yolları aramaqdadır. Burada iki yanaşma var, inklüziv və eksklüziv. Ya daxil etmək, ya da istisna etmək. Və istər İslam dinində, istər xristianlıqda, istər yahudilikdə, elə Amerikanın özündə də belə ruhanilər vardır ki, onlar çox vaxt bəzi istisnalı yolları seçirlər. Yəni, kimisə öz dinlərindən istisna yolu seçməklə çox insanları dindən döndəriblər. Amma bu dinin problemi deyildir. ISIS kimi, Taliban kimi təşkilatlar dinin çox zoraki interpretasiya vasitəsilə şəxsən məni və mənimlə həmfikir olan adamları öz təlimlərindən döndəriblər və döndərəcəklər. Əgər bütün təlimlər, bütün çağırışlar yalnız haram əsasına qurulsa da, axı insan normal bir insan bəndəsidir və insanda belə bir reaksiya yaranır ki, axı mən də bir insanam və məni o haram çərçivəsinə qoymaqla siz mənim əl-qollarımı bağlayırsınız və beləliklə məni dinin bu cür interpretasiyası maraqlandıra bilməz. İslam çox gözəl bir dindir və insan həyatını asanlaşdırmasına yönəlmiş bir dindir. Lakin bu dindən sui-istifadə edərək insanları məhdudiyyət çərçivəsində salanda insanların reaksiyası tam başqa olur. Lakin yenə də bu İslamdan gələn bir şey deyil. Haqlı olaraq qeyd etdiniz ki, İslam sülh dinidir, əmin-amanlıq dinidir. Lakin biz bəzi müsəlman ölkələrində əks mənzərələrlə rastlaşırıq. Özlərini müsəlman adlandıran müəyyən qruplaşmalar, müəyyən dəstələr terrorlar törədirlər, müxtəlif pis və bəd niyyətlərinə həyata keçirirlər. Sizcə bu nədən qaynaqlanır? Bunun əsas amilləri həmin ölkələrin öz daxili problemlərindən qaynaqlanır, yoxsa xaricdən təsirlərdən qaynaqlanır? Mən deyərdim ki, sözü gedən problemlərin qaynaqları və mənbələri çox şahiəlidir. Mənə elə gəlir ki, ilk öncə bu elə İslamın bilməməyindən irəli gəlir. Hətta bu münasibətləri tətbiq edən və yaymağa çalışan həmçinin həm müəyyən qruplaşmalar, həm də bəzi ölkələr də mövcuddur. Taliban deməli tərəfdarları deyəndə ki, qadınlar yalnız evdə qalmalıdır, təhsildən tamamilə məhrum olmalıdırlar. Bu deməli Peyğəmbər Məhəmmədin sallallahu aleyhi və səlləm təlimlərin bilavasitə pozulmasıdır. Elə Peyğəmbərin özü deyirdi ki, qadınlar kişilərin tərəfdaşlarıdırlar.
Hətta Peyğəmbərin dediklərinə görə təhsil almaq istər kişilərin, istər qadınların öhdəliyidir, vəzifəsidir. Və beləliklə o qadınlarla kişiləri eyni görür və onların təhsil sahəsində bərabərliyi təsdiq edir. Qadınları evdə saxlamaqla, onların fəaliyyəti yalnız ev təsərrüfatının aparılması ilə məhdudlaşdırmaq bilavasitə Məhəmməd Peyğəmbərin bizə verdiyi vəsiyyətlərin və məsləhətlərin pozulmasıdır. Hətta Quranda Səba dövlətin kraliçası Bilqeys çox müdrik və çox bacarıqlı bir hökmdar kimi qələmə verilir. Amma buna baxmayaraq bəzi dırnaqarası müsəlmanlar var ki, hesab edirlər ki, qadın heç vaxt dövlətin başında ola bilməz. Amma mən deyirəm ki, Quran tamamilə əksini buyurur. Quranda liberallıq ideyaları tamamilə öz əksini tapmışdır və belə bir mühafizəkar yanaşması ilə biz Quran kəlamlarından çox uzaq qalırıq. Hətta bəzi müsəlmanlar hesab edirlər ki, xristianlara və yaxud yahudilərə hörmət və etiqad bəslənilməməlidir. Bu da istər Quranın, istərsə də Peyğəmbərin bizim üzərimizə verilən vəsiyyətlərə tamamilə zidd olan bir şeydir. Peyğəmbər buyurur ki, istənilən xristian və yaxud yahudiyə qarşı hücum, Peyğəmbərə qarşı hücum kimi qəbul edilməlidir. Beləliklə, digər dinlərə İslamda çox böyük bir hörmət və etiqad münasibəti vardır ki, biz də ona riayət etməliyik. Məkkədən Mədinəyə köçəndə Peyğəmbər yahudilərlə və xristianlarla bir sazişlə bağlanmışdır ki, dini etiqadların arasında qarşılıqlı ehtiram məsələləri də orada başlıca rol tutan amillərdəndir. Bəzi ölkələrdə belə hesab olunur ki, insan İslam dinini tərk etdiyi bir zaman eydamla cəzalandırılmalıdır. Bu da zənnimcə əsas İslam prinsip və qaydalarına zidd olan bir məsələdir. Quranda isə aydın şəkildə yazılır ki, inanan inanır, inanmayan inanmır. Beləliklə, həm İnamda, həm də inamsız olmaq məsələsi də Quranda nəzərdə tutulur, özü də çox aydın və anlaşıqlı bir şəkildə. Eyni zamanda hansısa dini qəbul etməsində məcburiyyət Quran tərəfindən qəti olaraq qadağan olunur. Və hətta Quranda deyilir ki, inananlar inana bilər, inanmayanlar inanmaya bilər. Yəni, bir növ ateizm də bir din, bir deməli, hüquq kimi Quran tərəfindən həm tanınır, həm də müdafiə olunur. Out of respect for people's right to be atheists. Çox gözəl məqamlara toxundunuz. Həqiqətən İslam dininin ana mənbələrinə fikir verərkən, yəni Qurani Kərimi və Peyğəmbərimizin sünnəsinə diqqət yetirərkən, biz məhz bu əqidə ilə, bu fikirlə rastlaşırıq ki, İslam dini bərabərliyi, eyniliyi, bir-biri ilə mehriban davranmağı təbliğ edir. Lakin bugünkü dünyamızda biz bəzən bu prinsiplərin pozulduğunu da görürük. Necə ki, siz bunları işarə etdiniz. Siz bunlardan çıxış yolunu nədə görürsünüz? Siz ümumdünya sülhünün əldə olunması üçün hansı addımların atılmasını mühüm sayırsınız? Həm dövlət səviyyəsində, həm cəmiyyətin müxtəlif təbəqələrinin səviyyəsində nələr edilməlidir? Hansı addımlar atılmalıdır? İstər ekstremizmi, istər terrorçuluğu, istərsə də zorakılığın kökünü kəsməsi üçün biz bunların əsas qaynaqları və mənbələri dərk etməliyik. Biz ilk öncə İslam təhsili sisteminə çox ciddi fikir yetirməliyik. Dini tədris planları, dini tədris sistemlərin yenidən baxılmasında və lazım gəlsə islah olunmasında ehtiyac duyulur ki, bu da reallıqları əks etdirsin. Və yeni tərtib olunacaq bu tədris planları İslama xas olan inklüziv və insanları birləşdirən amillərini özündə ehtiva etməlidir. Biz eyni zamanda imamları, gələcəyin imamları hazırlayan tədris ocaqları, institutları yaratmalıyıq ki, İslamda
orada olan bu mesajlar, bu çağrışlar lazımınca yayılsın. Bu sahədə konkret siyasi kurslar aparılmalı və sözsüz ki, bu cür islahatlar böyük maliyyə ehtiyatları tələb edər. Hətta biz belə bir qurumlar haqqında düşünməliyik ki, bu institutlar mı, bu təsisatlar artıq öz yollarını itirmiş oğlan və qızların reabilitasiyasına səbəb olsunlar. Eksklüzivlik ideyaları yayan və tətbiq eləyən gəncləri sadəcə tutub cəmiyyətdən təcrid etməklə, həbs etməklə biz sözsüz ki, bu meyllərin qarşısını ala bilmərik. Bu münasibətləri müəyyən edən amil müxtəliflik olmalıdır və cəmiyyətdə bərqərar olan dəyərlərin də əsasında həmin müxtəliflik durmalıdır. Nə hökumət tərəfindən, nə də ki, dini qurumlar tərəfindən, necə deyirlər, xətlərin aşmaması hər iki tərəfin üzərində qoyulan böyük bir məsuliyyətdir. Nə dini qurumlar öz səlahiyyətləri aşmamalıdır, nə də ki, hökumət orqanları dini qurumların həyatına müdaxilə etməklə öz səlahiyyətlərini aşmamalıdır. Ekstremist bayraqları altında insanları getirən amilləri də mən qeyd etməyə bilmərəm. Bu da ki, sosial və siyasi ədalətsizliklərdir ki, həmin o gəncləri bu xoşagəlməz ideyalara səfərbər edən amillərdən. Küllü miqdarda insanlar yoxsulluqda yaşayarkən, istər-istəməz bu onların arasında gərginliyə səbəb olur və din vasitəsilə həmin o yaranmış gərginliyi ekstremist məcrasına yönəlməsi heç də mümkünsüz amillərdən deyil. İslam dövlətlərində demokratik hökumətlərin bərqərar olunması gənclərin ekstremizmə yönəlməsinin qarşısını ala biləcək amillərdən biri kimi şəxsən mənim tərəfimdən qəbul olunur. To undermine recruitment to extremism and terrorism. شرفت المدينة مرحبا
Həqiqətən çox maraqlı məqamlara toxundunuz, cənab Hendi. İslam dünyasında bugün rast gəlinən bəzi mənfi halların, terrorizm hallarının, radikallığın səbəblərini və bunların aradan qaldırılma yollarını çox gözəl şəkildə izah etdiniz və təklif etdiniz çıxış yollarını. Mən istərdim Amerika Birləşmiş Ştatlarındakı vəziyyətlə tamaşaçılarımızı bir qədər tanış edək. Amerika Birləşmiş Ştatlarında müsəlmanların vəziyyəti necədir? Onların təşkilatlanması, onların fəaliyyəti, öz hüquqlarını müdafiə etməsi, onlara göstərilən münasibət nə şəkildədir və müsəlmanlar Amerika Birləşmiş Ştatlarının həyatında hansı rola, hansı çəkiyə malikdirlər? Amerika'da mənim ən çox qiymətləndirdiyim məsələlərdən bizim o dünyaviliyə münasibətimiz və dünyavi prinsiplərinə yanaşmamız. Dünyavilik dinin və yaxud dinlərin azadlığı deməkdir ABŞ kontekstində. ABC-də müsəlmanlar din azadlığı mühitində yaşayıb fəaliyyət göstərirlər. Biz istər İslam haqqında, istər Məhəmməd Peyğəmbərin bizə verdiyi vəsiyyətlər haqqında, istərsə də bizim din və ənənələrimiz haqqında insanlara təsir göstərməyə çalışırıq, insanları maarifləndiririk və bu maarifləndirmə işi yalnız qanun çərçivəsində həyata keçirməkdir. Və biz də bütün digər icmalar kimi bu dəyərlərə böyük hörmət və ehtiramla yanaşırıq. Amerikada 7-8 milyona qədər müsəlman icması mövcuddur, yaşayır. Eyni zamanda 5 minə yaxın müxtəlif müsəlman təsisatlar və qurumlar da ABŞ-da fəaliyyət göstərməkdədir. Müsəlmanların arasında əskərlər, mühəndislər, digər mütəxəssislər mövcuddur. Müsəlmanların arasında çoxlu polis zabitləri mövcuddur. 2 müsəlman hal-hazırda konqres üzvlərindən seçilmişdilər. Hətta konqresdə cuma namazı da keçirilir. Və ölkə üzrə həmin bu müqəddəs mərasim dövlət qurumlarında və təsisatlarda keçirilməkdədir. Biz ABŞ cəmiyyətinin ayrılmaz bir hissəsiyik. Amerikada digər cəmiyyətlərdə olduğu kimi kamil cəmiyyət deyil. Dini pluralizm məsələlərinə gəldikcə bizim aramızda da bəzən narazılıqlar olur, bəzən bu sahədə aparılan işlərimiz uğurlu, bəzən isə uğursuz olur. Verilişimizin sonunda mən hörmətli qonağımıza belə bir sualla müraciət etmək istərdim. Azərbaycanda mövcud dini vəziyyəti necə dəyərləndirirsiniz? Azərbaycanda tolerantlıq mühiti qənaətbəxşdirmi və Azərbaycanda radikallıq təhlükəsi realdırmı? You know, this is not my first trip to Azerbaijan. Bu, mənim Azərbaycana heç də ilk səfərim deyildir. Lakin buna baxmayaraq, Azərbaycan kimi gözəl bir ölkəsinin dini həyatı haqqında mən hələ ki istənilən səviyyədə xəbərdar deyiləm. Bu səfərdə mən Azərbaycana bir həftəni həsr etmə əzmindəyəm və bu həftə ərzində mən sizin sadalığınız bütün bu məsələləri araşdırmağa çalışacağım ki, bu səfərin sonunda qaldırdığınız bu məsələ haqqında bir yektir fikir yaradım. Mən istər müsəlman, istər yahudi, istər xristiyan icmaların başçıları ilə görüşəcəyim. Mənə çatan məlumata görə bu 3 dini icmalar arasında artıq çox konstruktiv münasibətlər, çox ardıcıl münasibətlər mövcuddur. Və mən istərdim ki, vəziyyət elə olduğu kimi gələcəkdə də qalsın. Çünki parçalanma heç kəsin xeyrinə deyil. Dinlər arası harmoniya Azərbaycan kimi gözəl bir ölkənin gələcəyi üçün həddindən artıq böyük əhəmiyyət daşıyan amillərdən biridir. Lakin ekstremizm müxtəlif müsəlman ölkələrində bu və digər şəkildə özünü biruzə verən amillərdəndir və biz birgə səylərimiz nəticəsində bunun aradan qaldırılması üçün əlimizdən gələni əsirgəməməliyik. Peyğəmbərin bizə buyurduğu əsas məsləhətlərdən biri həyatı qəlizləşdirmək, çətinləşdirmək yox, yüngülləşdirməkdir. İslamı dünyaya tanıtdırmaq üçün və İslam mesajları uğurla tətbiq etmək üçün biz sosial, siyasi, ekoloji ədalətə
nail olmalıyıq. Hər bir millətin həyatında kişilərlə yanaşı qadınların sosial və siyasi imkanları gücləndirilməlidir. Bizim maddi ehtiyatlarımızın, imkanlarımızın böyük bir əksəriyyəti müharibələrə yox, gənclərə və təhsilə yönəldilməlidir. Dinin əsasını təşkil edən məhəbbət və dindarlığın əsasını təşkil edən bağışlamaq qabiliyyətidir. İnsanlığın əsasını təşkil edən deməli xoş münasibətdir. Bunlara riayət etmədən heç bir adam əsl mömin ola bilməz. İnsanın dindarlığı onun saqqalın uzunluğu ilə yox, onun insanlara bəsləyə biləcək münasibəti ilə ölçülür. Digərlərə ehtiramla münasibət etmədiyimizə qədər biz sözün əsl mənasında insan ola bilmərik. Mənim üçün din digər insanları ilə rəftar etmək üsuludur. Bizim dini adətlərimiz əslində bizim digərlərə münasibətimizi formalaşmalıdır. Və həqiqətən də çox gözəl bir məqamat oxudunuz. Peyğəmbərimizin də bir hədisi bu fikrinizi təsdiq edir ki, insanların ən yaxşısı başqalarına ən çox xeyir verən şəxsdir. Cənab Hendi, mən sizə maraqlı söhbətə görə təşəkkürümü bildirirəm və gələcək fəaliyyətinizdə sizə bol-bol uğurlar arzu edirəm. Çox sağ olun. Doğrudur, dünyanın bəzi müsəlman ölkələrində gərgin vəziyyət hökm sürür. Bəzi ölkələrdə qan tökülür və çox təəssüf ki, bütün bu hallar İslam pərdəsi altında həyata keçirilir. Lakin inanırıq ki, bu qüvvələr İslamın sülhsevər simasına kölgə sala bilməyəcəklər. Bunu həyata keçirmək isə elə bizim, yəni müsəlmanların öhdəsinə düşür. Yetər ki, öz Quranımızı və Peyğəmbərimizin sünnəsini lazımınca öyrənək. Allah amanında.